Koç bürcü 25 oktyabr 2025-ci il. Vacib iş işlə məşğul olmağa hazırsınız. Onda xüsusilə ehtiyatlı və diqqətli olun. Bugün müxtəlif şübhəli insanlar sizi asan hədəf kimi görə bilərlər. Bu sizi hansısa anlaşılmaz işlərə cəlb etməyə cəhd göstərə bilərlər. Kiminsə məsləhətinə uymadan əvvəl yaxşı-yaxşı düşünün. Doğrudanmı o məsləhətlər sizin üçün uyğundur? Ev daxilində xırda fikir ayrılıqları istisna deyil. Amma siz səbirli olub yaxınlarınıza diqqət göstərsəniz, mütləq ortaq dil tapa biləcəksiniz. Mürəkkəb söhbətləri, maliyyə mövzularını müzakirə etməyi ertələmək daha yaxşıdır. Axşam xoş xəbərlər ala bilərsiniz. Buğa bürcü 25 oktyabr 2025-ci il. Bugün yolunuzda yarana biləcək maneələri asanlıqla dəf edəcəksiniz. Əvvəllər qazandığınız təcrübə vəziyyəti tez dəyərləndirməyə, ən doğru addımı seçməyə kömək edəcək. Bəzi buğalar səfərə çıxacaqlar. Yol özü də xoş keçəcək. Üstəlik yol üstü xoş tanışlıqlar mümkündür. Bugün adətən olduğunuz qədər sakit və ölçülü biçili olmayacaqsınız. Bu isə yaxınlarınızda çaşqınlıq yarada bilər. Hər addımınızı əvvəlcədən düşünüb atdığınıza öyrəşən insanlar üçün ani impulslarla hərəkət etməyiniz anlaşılmaz görünə bilər. Amma bundan ötürü münaqişələr baş verməyəcək. Əkizlər bürcü 25 oktyabr 2025-ci il. Çətin məsələlərin həllinə və yüksək diqqət, konsentrasiya tələb edən işlərə girişə bilərsiniz. Bəzən diqqətiniz yayınsa belə səhvlər etməyəcək. Hər şeyin öhdəsindən əla gələcəksiniz. Gün iri həcmli ev layihələrinə, məsələn, təmirə başlamaq üçün də uğurludur. Yaxınlarla ünsiyyət bəzən çətinləşə bilər. Kiçik anlaşılmazlıqlar, köhnə incikliklərdən yada düşməsi mümkündür. Narahat olmayın. Hər şey düzələ bilər. İntuisiyanıza qulaq asmaqla vəziyyəti yumşaltmağın yolunu tapacaqsınız. Xərçəng bürcü 25 oktyabr 2025-ci il. Gün xəbərlər və gözlənilməzliklərlə zəngin olacaq. Bəzi xərçənglər elə vəziyyətə düşə bilərlər ki, dərhal gün tapa bilməsinlər. Əvvəlcədən nəhəng planlar qurmaq əvəzinə vəziyyətə uyğun hərəkət edin. İntuisiyanın dəqiq vaxtında verdiyi işarələrə qulaq asın. Gənc xərçənglərə öz istək və hisslərini anlamaq üçün biraz vaxt lazım olacaq. Buna görə də özünüzü ciddi öhdəliklərlə bağlamağa, yerinə yetirməsi çətin olan vədlər verməyə tələsməyin. Sevdiyiniz insanla ünsiyyətdə gərgin məqamlar istisna deyil. Siz vəziyyətə yumorla yanaşsanız, hər şey tezliklə yoluna düşəcək. Şir bürcü 25 oktyabr 2025-ci il. Bugün xəyala dalmaq, gələcəyə düşünmək, planlar qurmaq üçün əladır. Praktik məsələləri həll etmək üçünsə o qədər də yox. Bununla belə seçdiyiniz məqsədə doğru ilk addımları atmaq faydalı olacaq. Bu sizi ruhlandıracaq və irəliləmək üçün enerji verəcək. Sizin üçün çox dəyərli olan insanların mənəvi rahatlığına diqqət yetirin. Sevdiyiniz insana nə qədər çox qayğı göstərsəniz, ünsiyyətiniz bir o qədər xoş olacaq. Gün təhsil və yeni biliklər üçün münasibdir. Amma mümkünsə daha praktik sahələri seçin. Qız bürcü 25 oktyabr 2025-ci il. Gün kifayət qədər mübahisə gətirəcək. Bu müzakirələrdə üstünlük qazanmaq çox asan olmayacaq. Söhbətlər sizi yora bilər. Vaxt və gücünüzü qorumaq üçün qarşı tərəfi israrla fikrindən döndərməyə çalışmayın. Sadəcə öz planınız üçün hərəkət edin. Nəticəyə tez çatmağı gözləməyin. Bugün məqsədə yavaş-yavaş, amma doğru istiqamətdə irəliləyəcəksiniz. Yaxınlarla hansısa xoşa gəlməz hadisə və uğursuz təsadüf səbəbindən fikir ayrılığı mümkündür. Xırda məsələlərdə güzəştə gedə bilərsiniz. Amma doğrudan da vacib olan mövzularda öz maraqlarınızı qurban versəniz, sonradan peşman ola bilərsiniz. Tərəzi bürcü 25 oktyabr 2025-ci il. Bugün həyatın müxtəlif sahələrində dəyişikliklər baş verə bilər. Təşəbbüs göstərməyiniz kifayətdir. Amma nəyisə başlamazdan əvvəl addımlarınızın mümkün təcrübəsini düşünün. Ani impulsla hərəkət edib ciddi səhv etmək riski var. Yaxınlar hər məsələdə sizi dəstəkləməyə bilər. Amma biraz sonra onların şübhələrinin əsaslı olduğunu başa düşə bilərsiniz. Yeni tanışlıqlar mümkündür. İlk təəssürata tam güvənməyin. Ünsiyyəti davam etdirib-etdirməmək barədə qərar verməzdən əvvəl insanı bir qədər müşahidə edin. Gənc tərəzilərin elə birinə vurulmaq riski var ki, bu münasibət onlara xeyli həyəcan yaşada bilər. Əqrəb bürcü 25 oktyabr 2025-ci il. Tələsməyin. Bugün emosiyaların təsiri ilə hərəkət etsəniz, çətinliklərdən yayınmaq çətin ola bilər. Ölçülü biçili qərarlar isə çox şeyi xeyrə doğru dəyişə bilər. Ətrafınızdakilərlə ünsiyyətdə xırda anlaşılmazlıqlar mümkündür. Günün əvvəlində konfliktə yol verməmək sizin ixtiyarınızdadır. Gün ortadan sonra isə müsbət tendensiyalar güclənəcək və münaqişə ehtimalı da demək olar ki, yox olacaq. Bir çox əqrəblər mühit dəyişmək istəyəcəklər. Doğrudan da kiçik bir səfər üçün əla gündür. Amma hazırlığı ciddiyə alın. Marşrutu əvvəlcədən düşünün. Lazım olan hər şeyi götürdüyünüzdən əmin olun. Oxatan bürcü 25 oktyabr 2025-ci il. Böyüklərlə ünsiyyətdə nəzakətli olun. Uşaqlara sizi özündən çıxarmasına imkan verməyin. Bugün münasibətləri yaxşı saxlamaq, mübahisələrdən qaçmaq üçün bu çox önəmlidir. Zarafatlarda ehtiyatlı olun. Hər kəs onları düzgün anlamaya bilər. Günün ikinci yarısı hansısa vacib işə başlamaq üçün əladır. Özünüzü göstərmək fürsətini qaçırmayın. Ətrafdakıları sıxışdırmayın. Həm də onların sizin şəxsi həyatınıza həddən artıq qarışmasına imkan verməyin. Ailə məsələlərinin geniş müzakirəsini başqa günə saxlayın.
Oğlaq bürcü 25 oktyabr 2025-ci il. Bugün təkcə özünüz üçün deyil, başqaları üçün də xeyli faydalı işlər görəcəksiniz. Həm vacib məsələlərə, həm də xırda, amma diqqət tələb edən işlərə vaxt ayıra biləcəksiniz. Dostlarla görüşlər yaxşı keçəcək. Bəzi oğlaqlar gözlənməz və xoş hədiyyələr ala bilərlər. Səfərlər planlaşdırılıbsa, yolda gecikmələr mümkündür. Kiçik anlaşılmazlıqlar da ola bilər, amma onların öhdəsindən tez gələcəksiniz. Ümumilikdə gün uğurludur. Dolça bürcü 25 oktyabr 2025-ci il. Bugün mühüm qərarlar tələb oluna bilər. Onları çox uzatmayın. Hər dəqiqə tərəddüd seçimi çətinləşdirəcək. Köhnə dostlardan məsləhət almaq olar. Onlardan faydalı sözlər eşidəcəksiniz. Yəqin ki, yeni bir işə girişməli olacaqsınız. Onun öhdəsindən gəlib gəlməyəcəyiniz dərhal aydın olmayacaq. Uğur şansınız böyükdür. Buna görə çətinliklər yarananda başladığınız işi yarımçıq qoymayın. Günün birinci yarısında tək işləmək daha yaxşıdır. İkinci yarı isə ünsiyyət, müttəfiq və köməkçi axtarışı üçün münasibdir. Balıqlar bürcü 25 oktyabr 2025-ci il. Bugün tək bir işlə məşğul olmaq çətin olacaq. Yəqin ki, eyni anda bir neçə məsələyə diqqət tələb edəcək. Darıxmayacaqsınız. Əksinə gün o qədər də dolu keçəcək ki, bəziləri günün ortasında istirahətə ehtiyac duyacaq. Axşama uzun səfərlər və ya yorucu məşğuliyyətlər planlaşdırmasanız yaxşı olar. Yaxınlarınızdan kimsə sizi xoş xəbərlə sevindirəcək və ya maraqlı təklif irəli sürəcək. Gün həm də yeni romantik maraq gətirə bilər. Münasibətlər istədiyiniz qədər sürətlə inkişaf etməsə də kifayət qədər ahəngdar olacaq.